Xırdalan şəhərinin ən hündür və quru ərazisində, Riyad Ticarət Mərkəzinin arxa hissəsində, təxminən 1.7 sot torpaq sahəsində 150 kvadrat metrdən ibarət 2 mərtəbə 4 otaqlı həyət evi təqdim edirəm sizlərə. Evimiz çoxdankı tikilidir, keyfiyyətli tikilidir. Tam oturuşmuş bir evdir. Hal-hazırda evdə mülkiyyətçi yaşayır. Sənəd paket kupçadır. Torpağın və evin kupçası var. Evin ətrafına rahatlıqla keçmək mümkündür. Həyətin avtomobil rahat daxil olur və inşa edildiyi yerdə ön cərgədə yerləşir. Sağında və solunda rahatlıqla hərəkət etmək mümkündür. Zirzəmisidir. Qupquru ərazidir, yəni hündür bir ərazidir. Baxın, belə bir böyük zirzəmisi var. Rahat avtomobil də sala bilərsiniz. Bura otaqlardır. Qoşa daş, bünövrə beton karkas. Buradan istəyə görə avtomobili birbaşa qaraja daxil edə bilərsiniz müəyyən işlər görməklə. Yerdən kürsülüdür. Paket kupçalıdır. Riyad Ticarət Mərkəzinin tam olaraq arxa hissəsi Milyonerlər məhəlləsi adlanır bu məhəllə, dəyərli izləyicilər. Xırdalan şəhərində. Paket kupçalı. Olduq evimizə. Soldan ikinci mərtəbəyə qalxan pilləkən, böyük bir foye, düz qapı, mətbəx, sağda isə qonaq otağı yerləşir. Sol hissədə sanuzelimiz də var, birinci mərtəbəyə məxsus. Burada qonaq otağımızdır, geniş qonaq otağı 2 otağın birləşməsidir. Qoşa daş, bünövrə beton karkas, keyfiyyətli bir ev. Təxminən 40-45 kvadrat metr qonaq otağı. Evin ümumi sahəsi 150 kvadratdır. Təqdim edirəm mətbəx hissəni. Burada yerləşir bizim mətbəximiz. Geniş ölçüdə stol qoyulub, rahatlıqla oturmaq mümkündür. Pəncərənin qarşısı açıqdır. Və qalxırıq ikinci mərtəbədə sizlərə təqdim edəcəm 3 yataq otağı və sanuzel qovşağı. Pilləkənimiz də betonla işlənilib. Qalxdıq ikinci mərtəbəyə. Üzr istəyirəm, ikinci mərtəbədə sanuzelimiz yoxdur. Mən səhv başa düşdüm. Yəni istəyə görə burada tikmək mümkündür, sanuzel düzəltmək olar. 3 dənə yataq otağıdır. Əsas odur ki, otaqlarımız buradadır. Bu bir otağımız. Qoşa daşdır, amma qəşəng tikilidir. Çox keyfiyyətli bir tikilidir. Nə əcəbsə də pəncərələrin də qabağı burada açıq qalıb. Divara baxmır. Burada da digər üçüncü otağımızdır. Amma qəşəng koridor çıxardıblar. Geniş ölçüdədir, yaxşıdır. Və buradan da eyvanımız. Və evin də birbaşa qarşısından mərkəzi yol keçir. Ətraflı məlumat üçün nömrələrimizə zəng eləyə bilərsiniz. Sizin də satışda əmlakınız varsa, qısa zamanda satışına köməklik göstərə bilərik.